Salam, mən Ülviyəyəm. Bu videoda səni həyatımın yeni səhifəsinə aparmaq istəyirəm. Bu ev sadəcə dörd divar deyil, mənim arzularımın, ümidlərimin və illərlə qurduğum xəyalların bir hissəsidir. Uzun illərdir öz yolumu axtarırdım. Bəzən uğur, bəzən uğursuzluq, bəzən göz yaşları, bəzən gülüşlər oldu. Amma indi dönüb baxanda anlayıram ki, hər şey mənə bir şey öyrədib. Və indi bu yeni ev mənim üçün həm sükunət, həm də yenidən doğmuş yeridir. Burada hər şeyi sıfırdan başlamağı seçdim. Mətbəxdə bişən yeməklər, təmizlik zamanı yığışan enerji, bir fincan çay içərkən düşüncələrim. Bunların hamısını səninlə paylaşmaq istəyirəm. Çünki mən bilirəm, bəzən bir qadının videosu kiminsə gününü dəyişə bilər. Bir təmizlik səhnəsi kiməsə motivasiya verə bilər. Bir sadə yemək kimisə ailəsini bir araya gətirə bilər. Mən həyatın gözəlliyini göstərmək istəyirəm. Bahalı şeylərlə yox, sadə anlarda, təmiz evdə, isti yeməkdə, səmimi söhbətdə. Bu kanalda sən böyük hekayələr yox, həyatın içindən anlar görəcəksən. Hər videoda sanki evinə gələn dost kimidir. Səni anlayan, sənin kimi yaşayan bir qadın. Mən istəmirəm ki, bu sadəcə bir YouTube kanalı olsun. İstəyirəm bu bir ev enerjisi kimi olsun. Buraya gələn hər kəs rahatlasın, dincəlsin, biraz da ümid tapsın. Əgər sən də təmizliyə, yeməyə, ailə sevgisinə və həyatın gözəl yanlarına inanırsansa, xoş gəldim. Bu bizim ortaq hekayəmiz olacaq. Əgər sən də mənimlə birlikdə bu enerjini yaşamaq istəyirsənsə, kanalıma abunə olmağı unutma.